Şaxta babam bəyənirsə o Santa Claus'u. Santa Claus'u. Şaxta babamın vaxtı getdi ki. Yani o yaram cəmiyyətə. İndi Santa Claus'un adı o lazımdır bizə. Şaxta babam bəyənirsə Santa Claus'u. Şaxta babası qaldı Sovetin dövründə. İndi Santa Claus çədir, mən də onu deyəmirəm. Yəni biz də onu bəyənirik. Kırmızı çaktı. Kar yağıyor. Kar yağıyor. Salam. Salam. Buyurun. Məsələ nədir? Mənim maşınım sim parkingdə qalıb, xarab olub, orada qalıb. Mən də burada qalmışam. Təksiniz? Bəli, təkəm. Dəqiq. Mənə lazımdır ki, siz mənə kimsə qapını açsın, mən buradan çıxım. Qapını? Çölə çıxmağa? Bəli, getməliyəm. Məncə hələlik oturun, birazdan çıxın. Çünki indi hava çöldə çox pisdir. Yağış, tufan, qar. Mənə hava maraqlı deyil, mən bu moldan çıxıb getməliyəm. Deyirəm ki, xanım qız, hava çöldə çox soyuqdur, tufandır, qar yağır, qırğındır, şəhər dağılır. 2 dəqiqə oturun, Siz qapını mənə açma başa problemi. düşmürsünüz, yəni mən yoxsa fikrimi düzgün çatdıra bilmirəm. Mən bu moldan çıxıb getmək istəyirəm. Yəni mənim çox vacib işim var, mən qalmışam, gecə saat neçədirsə bilmirəm, mən burada qalmışam. Belə açaram qapını, qapı açma problemi deyil. Bugün mənim qabağımdan normal adam çıxmayacaq, yəni sən də olmalıydın. Buyurun, buyurun. Ne ağlayıyorsun? Ağlamaq insan sağlamlığına xeyirdir. Ürək xəstəliklər riskini azaldır. Adınız nə oldu sizin? Kamran. Kamran. Kamran, olar sizdən bir şey xahiş edeyim? Əlbəttə. Buyur. Bu çənə əzələlərinizə çox əziyyət verməyin, yaxşı? Onsuz da pis gündəyəm. Çay ver. Kamran. Üzr istəyirəm. Bugün o qədər absurd şeylər baş verdi ki, mən biraz gərginəm ona görə. Bağışla. Sən nəsə problemin varsa, bəlkə kömək eləyə bildim.